Torpaq çərşənbəsi torpağın insan həyatında müstəsna rol oynadığını, insanı pisliklərdən təmizlədiyini göstərir, xeyrin qələbə olacağına inam yaradır. Bu çərşənbə Neftçalada da öz adət-ənənələri ilə qeyd edilir. Torpağın ən bərəkətli sayılan bu ərəfələrində əkinlər olur, tonqallar qalanır. Neftçalada rayon peşə liseyi publik hüquqi şəxsin təşkil etdiyi torpaq çərşənbəsi maraqlı anlarla yadda qalıb. Tədbirdə peşə liseyinin rəhbərliyi və kollektivi, Neftçala rayon Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Ülvi Fərzəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Belə ki, burada peşə liseyinin rəhbərliyinin təşkil etdiyi torpaq çərşənbəsində liseydə fəaliyyət göstərən bütün ixtisaslar üzrə təhsil alan tələbələr müxtəlif stendlərlə qonaqların diqqətini cəlb edə biliblər. Şənlikdə əvvəlcə Neftçala rayon peşə liseyi publik hüquqi şəxsin direktoru Tariyel Yaqubov və liseyin qonaqları tələbələrin hazırladıkları stendlərə baxış keçirib, onları milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik ediblər. Bundan başqa şənlikdə liseyin tələbələrindən ibarət öz fəaliyyət ansamblı musiqi nömrələri ilə çıxış etdi. Liseyin tələbələrinin ifasında müxtəlif şeirlər, kompozisiyalar, milli rəqslər və rəngarəng çıxışlar nümayiş olundu. Aşpaz qrupları milli mətbəximizin ağız dadına uyğun dadlı təamlarını iştirakçılara təqdim etdilər. Novruzun atributları olan keçəl və kösanın gəlişi şənliyə xüsusi rəng qatdı. Rayon incəsənət ustalarının ifasında konsert proqramı təşkil olundu. Şənlik iştirakçıları xüsusi ovqat yaratdı. Məqsədimiz milli irsimizi daha da yüksəltmək, tələbələrdə tariximizə məhəbbət oyatmaq, baharın gəlişi ilə bağlı olaraq görülən təmizliklərdir, görülən işlərdir. Yəni hansı ki, təbiətin oyanmasını özündə tərənnüm edən bir bayram. Bu bayram tədbiri hazırlamaqda məqsədimiz Azərbaycan tarixi keçmişinə bir səyahət. Əziyyətli keçən hər bir kəsə minnətdarlığımı bildirirəm. Əziz xalqım, öz adımla və Neftçala peşə məktəbində sizi bayramınızı təbrik edirəm. Qeyd edək ki, Neftçala rayon peşə liseyi publik hüquqi şəxsinin hazırda 19 ixtisas 21 qrup üzrə 406 nəfər tələbə təhsil alır. Bunların tədrisi ilə 60 nəfər pedaqoji mühəndis heyəti təlim keçirir. Buradakı ixtisaslar iqtisadiyyatın bütün sahələrini əhatə edir. Buranın tələbələri davamlı olaraq müxtəlif müsabiqələrdə, yarışlarda daima uğurları ilə fərqlənirlər. Gələcəkdə də peşə liseyinin ixtisaslarının və tələbə sayının daha da artmasını qarşılarına məqsəd qoyublar. Günel Zülfiqarova, Agil Əsədov, Musa Qəmbərov bugün informasiya proqramı üçün.